Allah Resulü buyurur sallallahu aleyhi ve sellem 34-cü hədisdə deyir ki, Laqqinu mevtakum la ilahe illallah. Ölülərinizə la ilahe kəlməsini tələqin edin. Hədisi Müslim rivayət edir. Nə deməkdir? Ölülərinizə la ilahe illallah tələqin. Yəni ki, İmam Nəvəvi Əs-Sindi həmçinin İbn Məzən haşiyəsində kitabı şərh deyir ki, söhbət yəni ölüm ayağında olanlar, yəni söhbət ölüdən getmir. O bəzi bidət əhli var, gəlib başı deyir, bunu deyir, bunu deyir. Abi ölü deyir, bu eşitmir. Eşitmir səni. Mevtakum, yəni ölüm ayağında olanlarınıza bu kəlməni təlqin edin. Bizə ki, hədisdə gəlir, digər bir hədisdə Allah Resulü deyir, buyurur sallallahu aleyhi və səlləm. Deyir ki, hədisdə, səhih hədisdə Allah Resulü buyurur ki, İbn Hibbəndə gəlir. Səhih hədisdir, Şeyx Xaban edib səhihdir. Deyir ki, ölülərinizə la ilahə illallah kəlməsini təlqin edin. Çünki kimin son kəlməsi ölüm ayağında la ilahə illallah olarsa, bir gündə olsa cənnətə girəcəkdir. Bundan qabaq nə etmiş olsa da, yəni hansı günaha düşmüş olsa da, bulaşmış olsa da, sonunda cənnətə girəcək. Deməli, hədis göstərir ki, endəl mauti, ölüm ayağında olanda, da gedib ölünün qulağına nəsə demənin mənası yoxdur, ölüm. Ölüm ayağında olanda təlqin elətdirmək lazımdır. Çünki, necə ki, dedik, başqa rivayətdə gəlir ki, son kəlməsi la ilahə illallahı cənnətə daxil olar. Burada bir fikri məsələ də var, incəlik də var. Belə deyək də, bir fikri məsələ deyəndə ki, belə deyək də, bir şey var. Yəni, bəzi insanlar elə bilirlər ki, deyəmada buna gecizdirmək lazım. Adam ölüm ayağındadır, pis gündədir. Məsələn, bir ata, qardaş, əmi, dayı, nənə, baba, bibi və s. kimsə, dostum, qardaşım, bacım və s. Deyir, la ilahə illallah, bu deyir, la ilahə illallah. Deyir, la ilahə illallah, deyir, la ilahə illallah. Deyir, deyir bir dəfə, deyəmək lazımdır. Bezdirmək olmaz. Necə ki, bunun fikri budur. Hədsin mənası odur. Dedi, deyəm. Nəsə desə, danışsa, onda dinən, la ilahə illallah. Niyə? Çünki bu son kəlməsi, bu tövbə kəlməsi olsun. Məsələn, deyə bilər, balaq su ver və ya qardaş su ver. Başqa söz danışdı. Birdən bunu deyib ölsə necə? Onun dalınca suyu get, amma dinən, la ilahə illallah. Qoy son kəlməsi, ata, qardaş, bacım, su ver olmasın. Nə olsun? La ilahə illallah. Çünki son kəlməsi bu olarsa, ümid edilir ki, cənnətə daxil olacaq. Dedim ki, bezdirmək olma, adam var deyir, qardaşım, nansa, nənəm ölüm ayağındaydı. 5-6 saat demişəm, dinən, la ilahə illallah. Axşama kimi delizdirib ya arvada. Çünki insan ölüm ayağında necə olur? Düşüb də bu gücündən danışır da qardaş. Bu elə bir vəziyyətdədir ki, başını qaldıra bilmir. Bir ağzınasa deyəmir ki, bala məsəl su ver və ya ki, filan kəs nə oldu, filan kəsə borcun var da apar. Bu danışa bilmir, nə gündədir, ölüm ayağında insan görmürsən də qardaş. Son nəfəsləridir də. Deyir, qardaş, inanırsan, düz başa düşməmişəm hədisi. Yazıq arvada deyir, sən axşama kimi təlqin elətdirmişsiniz. Bilmir. Yoxsa hədisin fikrindən xəbər var. O deməkdir ki, dedin deyəm. Danışmadı ki, işin olmasın. Bırak, qoy rahat nəfəs alsın. Qoy rahat canını tapşırsın. Danışsa dinə həməndə ki, məsələn, qardaşım, ata, ana, bacı, dinən la ilahə illallah. Qoy desin la ilahə illallah. Dedi, ta işin olmasın. Bırak, qoy rahat olsun. Yenə danışsa, yenə. Daha səhərə kimi ona dedizdirmək lazım deyil. Hədisin bəziləri düzgün başa düşür.